Salam əziz şagirdlər, biz deməli test toplusu birinci hissə isbat məsələlərini ardıcıl olaraq sizin üçün izah edəcəyik. İlk öncə birinci sualın isbatına baxaq. Sual belədir. Deyir ki, isbat edin ki, x plus n vuruğu x kvadrat plus bx plus c və x kvadrat plus dx plus y çoxhəssinin ortaq vuruğu olarsa, n bərabərdir y çıx c bölək d çıx b olar. Gəlin baxaq. Əgər bu çoxhədlərin vuruğu x plus n-dirsə, onda buradan x bərabərdir mənfi n-ə. Yəni kökü mənfi n-ə bərabərdir. Çünki x plus n vuruqdursa, kök onu sıfıra çevirən qiymət olur, o da mənfi n olur. Və biz gətirib x-lərin yerinə hər iki çoxhəddə mənfi n yazsaq, birinci çoxhədlidə yazanda nə baş verir? N kvadrat çıx bn plus c bərabər 0 olur. Çünki tənliyin kökü onu sıfıra çevirən qiymətinə deyilir. Ona görə biz kökü yerinə yazırıqsa onu sıfıra çevirməlidir. İkinci üçün də x kvadrat plus dx plus y-də, yəni burada x-in yerinə yenə mənfi n yazsaq, sıfıra bərabər olacaq. Və ifadələrin hər ikisi sıfır olduğu üçün onları bir-birinə bərabərləşdiririk. N kvadratlar islah olur və n-dən asılı olan ifadələri bir tərəfə keçirək. Tutaq ki, mənfi n-dəni sola keçirsək, c-ni də sağa keçirsək. N-i mötərizə xaricine çıxarsaq, d minus b qalar. Buradan n-i tapsaq, y çıxaq c bölünsün d çıxaq b-ni verər. Bizdən də tələb olunur ki, n bərabərdir y çıx c bölünsün d çıx b olduğunu biz onlara göstərək. Və buradan gördük ki, həqiqətən də deməli, əgər bu çoxhədlərin vuruğu x plus n olarsa, kökü mənfi n olar və yerinə yazdıqda n-in y çıx c bölünsün d çıx b olduğunu ispat etmiş olarıq. Verilən tapşırıq ispat olundu. Qeyd edirsiniz ki, orada bunu alandan sonra verilən tapşırıq ispat olundu.